Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Ne oldu? Sınaya bilərik dedim. Sınaya bilərik dedim. Nəcib Güllü bir yerdə. Yox, Güllü Nəcib ayrı yerdə. Ne fərqi var? Hətta dəfə adımız əsas yanadır. Ağlımı təzəmə Güllü bilməm neyim. Qulaq as, bax, sınıyaq dedim. Sınıyırıq hələ, yaxşı? Sınayaq, hə deməkdir da bu elə. Hə demək deyil. Nəcib bax. Necə hə demək deyil? Sən mənə hə dedin, Güllü mənə hə dedi. Nəcib sakit ol, mən sənə həzab deməmişim. Deyirəm ki, sınıyaq. Qulaq as Nəcib, bax bunu ikimizdən başqa kimsə bilsə səndən küsəcəm. Hələ Nazlı ümumiyyətlə bilməsin, yaxşı? Aramızda qalır. Dedim, aramızda qalır. Nətər yan aramızda qalır? Birindən eşitsən səndən biləcəm. Nə pis yüklədi məni. Mən də bunu nətər saxlayacaq. Ürəyim partlayacaq axı. Hadi, mənə hadi. Güllü mənə hadi. Bacı, nə olub ki? Hara baxırsan? Heç nə, çöldən səs gəldi, elə bildim stollardan birinə nəsə olub, keç tərəfəm. Qardaşlarım səni mənə əmanət eləyiblər, Sən çıxın baxım. Talə, sən qoruyacaqsan məni? Dünənə qədər yemək verdiyim uşaq. Bacı, böyümüşəm, mən. Yaxşı sən canı, əsəblərimi korlama. Kimə mesaj yazırsan ki? Əşi, sənə nə var ya kimə mesaj yazıram? Talə, adamı bezdirməyin də dedim. Sən də əsəbisən, aqressivsən bu ara. Ay bacı, nə olub sən? Dinən də mənə. Ver ora telefonu. Alo, Araz. Niyə bölmədəsən, nə olub? Bir cavab ver də. Heç nəyi, mən... Yenə neynəmirsən, mənə onu de. Sevgilimi qaçırmaq istəyirdim. Atası tutdu, qaçırda bilmədim. Belə sən qələt eləmsən, başı ən böyük daşa çırpırsan, it balası. Yaxşı işsən, Mayta. Nə olub, nə deyir? Nə deyəcək? Qız qaçırdı, onun da atası tutub onu verib polisə. Mən niyə xəbərim yoxdur bəs bundan? Nə olub? Mayta, nə olub? Yenə nəyə səbirləşmirsən? Hə? Pis övladların ucbatından bu günə düşmüşəm mən. Yaxşı, səbirli ol. Heç nə qardaşım, gəl otur deyəcəm. Bizim bu Araz yoxdur. Qız qaçırtmaq istəyib. Atası da şikayət edib tutturub Arazı. İndi polis bölməsindədir. Bu axmağın hərəkətinə baxıyı səni. Dur, gedək dalınca, dur. Heç yana gedən deyirəm. Nə cəzası var, qoy çəksin. Mənə dəxli yoxdur. Qarışmaram bu işə. Düz deyir də kişi. Ay, nəyə düz deyir? Qardaşım, onun bizdən başqa kimi var ki? Yad övlad da öyle, sənin övladın. Onun yaxşısı da, pisi də bizimdir. Sən onun dalında durmalısan, ata, sən deyirsən, getmirəm. Dur, gedək. Dur, gedək görək, nə məzəlidir, dur. Yaxşı, bir də mən kurtkamı götürüm, mən də gəlirəm deyə. Dur. Biraz səbirli ol. Gəl.
Bacı, bilsəydin bu qədər əsəbləşəcəydin, ağzımı da açmazdım heç. Ay Talya, nə olur üstümə gəlmə də. Başqa problemlərim var. Tək sən deyilsən. Yaxşı bacı, yaxşı. Ay Güllə, hardasan? Gəl çıx da. Gəldim də işim var idi. Söhbətim var axı səninlə. Nə oldu? Nə danışırsan? De görüm. Deyirəm hava qəşəngdir. Gedim gəzim. Marketə gedim. İriniz səs istəmir. Yox. Talya, get. Gedirəm. Get. Gələcəm. Gəlmə. Hə, nə oldu? Bir qız gəlmişdi, Xəzərin dükanının yerini soruşurdu. Sonra baxıram ki, elə qapının ağzında qəşəng mehriban qucaqlaşıblar, söhbətləşirlər. Hə, nə yaxşı. Nə yaxşı? Gülü, mən axırıncı nə dedim? Nə dedin? Sağ ol da mən sən burada dərdimi deyirəm. Sən kimlə mesajlaşırsan? Əlövsətin qızı ilə. Əlövsətin qızı kimdir? Anam. Babamın ikinci adı da Əlövsət. Söz videoda qulaq asıram da mən. Hə. Heç nə də. Qucaqlaşdılar. Hə, qucaqlaşıbdılar. Sən də qısqandın. Məsələ tək qısqanmaq deyil. Yəni belə çıxır ki, Xəzər bir əlində ki, qarpız tutur. Adam niyə özünə qarpız disnə aldı? Ay qız, indi o məsələdir də. Söhbətimiz bu deyil. Hə, yaxşı. Başa düşdüm, qısqandı. İndi bilmirsən nə edəsən? Ya soruş Xəzərin özündən. Mən Xəzəri nə yaxşı tanıyıram, nə də o qızı ümumiyyətlə tanımıram. Yazımı soruşum. Ya soruş. Deməz ki, sənə nə? Ay, deyərsə soruşma. Eşitsin də soruşacağam. Düşün də soruş. Yazım ki, Ya soruş. sizə qonaq gələn qız Ay, kimi. sağ ol. Hə, məsələn, gördüm. Belə. Yaxşı. Yaz gör nə deyir. Bəlkə zəng eləyim. Sən gələ daha tez məlumat alarsan. Havadan sudan danışım deyim, o qız kimi idi məsələn. Açma. Yanda. Xalası qızı deyir. Açmır. Çay verir də xalası qızı. Gülməlidir də. Qız ürəyi sıxma. Kim olacaq? Dostu, tanışı, qohumu. Çox fikir eləmə. Adam kişi olar ha. Mən sən nə vaxta qədər bölmələrdən yığışdıracağam. Eşidirsən kişi nə deyir? Mən başa düşmürəm, hə, bunun siveçaları islanmır, bunun motorusluq eləmirəsə, başın boş adamsan da. Yoxdur da. Yoxdur. Qabiliyyət qanacaq yoxdur adamda. Bir böyük yola qoyaq onun qulağının dibindən, onda ağlı gələr başına. Dünya dərəbəylidir də. Camaat uşaq yolu gözləyir, böyüdür, məktəb oxudur. Hardasa bir gədə çıxıb camaatın qızını qaçırdır. Belə şey olar. Gədə deyil də sevgilidir. Hə, sən nə vaxtdan sevgili oldun, hə? Hə? Ya, düzəməlli söz deyir. Xəstənin biri xəstə. Kişi sözdə qulaq az. Düz deyir də. Nə baş salmısan, nə yaşa? O qızın valideynləri yoxdur, hə? O valideynlərin də arzusu var, xəyalı var. O qızın da arzusu var. Nə fikirlərsən sən? Yaxşı ki, deyirəm qızın atası özü tutub, Yoxsa qızı qaçırdacaqdı hara, bura? Mən də qəbul eləməyəcəkdim, qaytaracaqdım. Camaatın da balasından da söz çıxacaqdı. Sən qaytaracaqdın, mən də gelib yenidən qaytarıb gətirərdim evə, qoymazdım axı. Vay, bir dilvi şirin elə də, dilvi şirin elə də. Sən nə qədər qapından qəlim ağrıyır, sən qapaz vurmaqda. Bu boyda kişi ki, qızın atasına yalvarır ki, sən Allah ərzən geri götür, bu hələ danışıqda zadına baxır. Sən gözlə, bir də ata getsin, mən sonra biləm sənə nə danışacam. Əsəbləşmə. Ha, bura bax, Aras. Sən başa düşmürsən bu nə deməkdir? Nə hərəkət törətdiyini bilirsən sən? Düşürəm də, uşaq deyiləm ki, başa düşürəm. Buna görə də 1000 dəfə üzr istəmişəm. Bütün bunları da günahkarı mən deyiləm, atamdır. Atada niyə? Mən niyə başa düşmədim? Elçi getmədin, düzdür? Elçi gedənləri də qoydun qabağa danladın. Ondan sonra kim qorxusundan düşüb qabağa elçi gedər, ata? Belə yaxşı elədim, getmədim. Heç getməyəcəm də. Heç kəsə qoymayacam getməyə. Evin yox, eşiyin yox, normal bir şey yox. Heç olmasa sən ən aşağısı işdə, biraz pul qazan, elə bir torpaq al, olmasa. Başda tikməyə mən də sənə kömək edeyim də. Ailə quracaq vəziyyətə çatmayacaq, elçili söhbəti olmayacaq, dardı. Düzdür də, qardaşım. Birinci sən
həyatını qur, sonra onu addımlamaq üçün həyat yoldaşı axtar tap. Atam haqlıdır. Nəysə, özünüz bilərsiniz. Budur da verdiyi tərbiyə. Buna bax. Ata düz deyirsən, sən o torpaq alsa mən də kömək eləyərəm ona. Ən azı gəl fəhlə kimi işləyərəm, fəhliyə pul verməz. Çin maşınları da çıxandan bütün işim diyanıb. Çox sağ olun. Xoş olsun. Balduz, nə olub sənə? Kim keyfinə soğan doğrayıb? Özüm. Bu, elə də olur. Deyir adamın özünə elədiyini heç kim eləmir. Mən də elədim. Yaxşı, özün-özünə neynəmsən elə? Nə pislik eləmirsən? Yəni, səni fikirləşdiyimdən soruşuram, Soruşma da Nərmin, olmaz. İndi özü-özünə pislik eləyən adam əsəbləşəndə gör başqasına neyniyər. Aslında nə demək sənə? Soruşursan vay, soruşmursan vay, sonra da deyirlər ki, gəlinlər pisdir. Keyfi şeşi 5'ten gəlirəm bala bala. Yarla görüşdən gəlirəm bala bala. Keyfi şeşi 5'ten gəlirəm bala bala. Sabah sıyır. Nəcib, nə olur? Axşam sıyır. Yaman keyfi şeşi 5 sənə. Belə Mahmudda oxuyuram. Mənə elə baxırsan? Sənə baxıram? Ha. Yox, baxmam axı. Qız hə dedi? Nə qız kimdir? Güllün deyirəm, dost tam bilir. Gülü nədir? Gülü dəftərimi bağlamışam mən. Xahiş edirəm, Gülü haqqında suallar verməyim mən. Sevgin elə bura qədərmiş. Sevgi nədir? Yəni məhəbbət qürbətə gedərmiş. Məhəbbət nədir? Mən başa düşmürəm, sən nə deyəcəm? Boşlamamış, qaçım. Görüşərik, otaqdayım. Nəcib, nə aidiyyatı ki? Nə bilim vallah, hərə də bir söz deyir. Gül kimi çay süzmüşdüm, çay da içmədik. Yaxşı ki, içməm, bu nədir, dəmlənməyib iç. Sən də işindən eləyirəm, Yox, nə işi? Aslında işim yoxdur ki, hələ ki. Ustalar da heyvanlar üçün tövləni tikirlər. Mənlik bir iş yoxdur hələ. Əməli başlı biznesmen olmusan ki. Görək də, olmaq istəyirəm. Hə, uşaqlıq arzun deysən gerçəkləşir. Yavaş-yavaş da. Amma sənin də həkim qız. Yadında o iqlasız iynələri vurmaqdan qolumu yara eləmişdin. Amma sənə bir şey deyim. Həqiqətən bura köçməyinə çox sevindim. Mən də çox sevinmişəm bura köçməyimə. Hər şey keçmişdəki kimi olacaq. Keçmişdən də gözəl olacaq. Gedək. Kimdir bu qız? Bacı mənlə sən? Yox. Ay Can Nazlı, Güllü, hardasan? mən yoldayım, işim var, niyə ki? Heç nə, sənin çox ehtiyacım var. Nazlı, mənim işim var ya, hələ indi gələ bilməyəcəm. Güllü, nə olar, imkan eləyirsənsə gəl də. Gözlə Nazlı, indi yığacam sənə, yaxşı? Necəsən? Yaxşı, sən? Kimlə danışırdın? Necə kimlə danışırdın? Başladıq biz?
Yox, elə belə soruşuram. Nazlı ilə danışırdım. Evdə nəsə deməmisən? Yox, ay bu lazım. Evdə ən çox sir saxlayan mənəm. Kimin nə söz oldu, gəl mənə deyir. Yaxşı, halal olsun sənə. Tatlı yeyəlim, tatlı qalmışam. Evdə heç kimə işlə demə, yaxşı? Baş. Amma bir şey deyim, çox da öz aramızda belə qalmasın da. Niyə? Ürəyim partlayır, hamıya demək istəyirəm. Qışqıra-qışqıra şüsədə demək istəyirəm. Elə çox sevinirsən? Nəcib demişdi, nə o? Məni tanımaq istəyirsən? Nədir ki, tanımaq istəmirsən, ha? Yox. Mən indiyə kimi həmişə səni Nazlının balaca, ərköyün qardaşı kimi tanımışam da. İndi sən özümü tanımaq istəyirəm. Doğrudan? Amma evin, eşiyin, işin, gücün olmasa bizdə alınmaz Nəcib. Bəs təmiz sevgi, ülvi məhəbbət başa düşür. Sənin yaxşı səsin var, amma istifadə edə bilmirsən. Nətər elmi, evdə şərait yaradırlar ki. Nəcib, sən indi şərait yaradanı axtaran vaxtındır. Nə vaxtımdır bu? Pul qazanmaq lazımdır, pul. Necə? Sənə qəşəng bir dənə toy mahnısı yazaq. Şən, şux, cəmaət bu saat pulu toydan qazanır. Bildimi? Onun üçün əldə maya lazımdır. Mayam yoxdur axı. Bir dost, tanış o da yoxdur. Bir borc alasan, mahnı yazdıraq, sən toylara getməyə başlayasan. Sonra ödəyək. Başa fikirləş. Ağırdır. Ay bacı, sən bunların hamısı tək daşıyırdın? Tək daşımırdım ki, Güllü kömək eləyirdi. Hardadır indi? Nə bilim, ən lazım olan vaxtda yoxdur qız. Narahat olma, sənin qardaşın buradadır. Heç kimə ehtiyacın yoxdur. Mən kömək eləyəcəm sənə. Gedim o bir eşikləri də götürüm gəldim. Qızım salam mən. Salam Şahnaz xanım, necəsiz? Çox sağ ol. Görəm kompotu var onda. Var. Bu il vaxt tapıb bişirə bilməmişəm. Canımız sağ olsun. Ay, nə qəşəngdir. Necə bir rəngi var. Qonağımız var deyəsən. Qonaq deyil. Bu Aliyəmin sevdiyi kompotdur. Yaxşı, mən gedim, birazdan gələcəklər. Şahnaz xala, Con. Xəzərlə kəndi gəzirlər. Hə, bayaq meçidin yanındaydılar. İndilərə gələrlər. Sağ ol qızım, salamat qal. Sağ olun. Bacı, bunu ara qoy. Qoy onu yanına. Sənə halal olsun. Ay, bu dükanı tək çevirirmişsən. Oy. Qalanı da gətirim gəlim. Hə, Rəşad, ay Rəşad, qurban olum, nə olar, sənin əlaqələrin çoxdur, yaxşı tanışların var, hamı səni çox istəyir, hörmətli adamsan da, sözündən çıxmazlar. Nə olar, mənə bir dənə iş tap da, bir iş düz qoş elə da. Valla çatdıracam, narahat olma. Yaxşı Rəşad, öpürəm səni, öpürəm Rəşad, çox sağ ol, var ol. Emin, o Çingiz müəllimin mallarını yığ, indi maşın gəlir, səliqə ilə yığ, gəlib aparırlar. Salam Əşrəf əmi. Ay ələykəs Necəsən? salam, nətərsən, nə var, nə yox? Çox sağ ol. İşin gücün, Əhməd kişi necədir? Şükür, yaxşıdır, yaxşılıqdır. Salam duası var. Az şuluqlu ilə, o kişi yazıqdır. Əşrəf əmi, bu dəfə məsələ başqa məsələdir. De görüm, nə olub bala? Sənə bir işim düşüb. Buyur. Eşitdim ki, burada fəhlələrin biri işdən çıxıb, yəni yer var da. Məni bura fəhlə kimi işə götürərsiniz.
Valla qorxuram sonra atom məndən inciyər. Deyər ki, uşağı ağır işlərə yollamısan. Yo, narahat olma, inciməz. Həm atam özü bilir ki, mən iş axtarıram, gəlmişəm bura, iş istəyirəm. Narahat olmayın onunla. Nə deyim bala, əgər inciməzsə başda. Razısınız da. Gedək nüdə iş Ay, başda. çox sağ ol Əşrəf əmi. Sağ ol. Çox sağ ol. İç. Sağ ol ay bacı. Nəyə yorurdun közü bu qədər? Neyiniyim ay bacı? Nəcəbi də çağırdım, dedi işim var. O bir qardaşlarım da hamısı işdədir də. İçirsən? İçdim çox sağ ol. Yaxşısan indi. Yaxşıyam, narahat olma. Ətəli, mənim ürəyim sıxılır. Nə olub ay bacı? O da mənim paltomu ver. Niyə? Mən çıxım 5 dəqiqə hava alım. Müştərilər gəlsə onlarla normal davran. Bilirsən də nə hardadır, yaxşı, ver o mənə. Yaxşıya bilirəm, amma dinən də hara gelsən. Bilmirsən, sən gedib soruşur da Arif gel. Tez-tez zəng edirlər ki, bacın hardadır. Mən də onlara bir şey deməliyəm də. Denən ki, bacın da bir insandır, adamdır. Ürəyi sıxıldı, çıxdı, getdi hava almaq. Elə də deyərsən. Baş üstə. Sevdim seni yıllar uçurumlarla. Atam, geldi de. canım sen, gözüm sen, müqarım sana yata. Canım sen belə gözüm sen, müqarım sana yata. Ata sen. Yaxşıyam, sağ ol. Sen mıs deyənəcə bir dəfəli Mustafa dedi. De görüm nə istəyirsən, düşün küçük də. Övlad atadan nə istəyər? Qayğı, sevgi, diqqət, məhəbbət. Bir iki dənə sığal 3-5 manatda pul. Sığalı da başa düşdüm, qayğını da başa düşdüm, məhəbbət. Axırıncını eşitmədim. Pul, money. Mənim lüğətimdə elə bir söz yoxdur axı. Ata, nə olacaq? O lüğəti təzədən yazaq da, xahiş edirəm. Ölmüşəm, yerdən götürənim yoxdur. Yenə nə olub? Ata, mən səndən nə vaxt pul istəmişəm? O gün istədiyin adı nə idi? Pul dör idi. O cib xərcliydi, o pul saymır, o pul deyil. Ata, bax, bu ay 2 dənə toyum var. Qazanıb qaytaracam da, qazmayıb qazan dolduracam, özün bilirsən. Düz deyirsən, sən 2 gün toyda olursan, 28 gün evdə avaralanırsan, get özünə bir iş tap da. Ata, deyirəm axı, qaz vurub qazan dolduracam da, nə olar? Siz qazanı boşaltmayın, qazanı doldurmağınız lazım deyil. Əlimdə biraz pul vardı, o da hamısı Zəfərə vermişəm. Zəfərə vermisən? Sən də bilirsən, pul xərclənməsin deyə kimə vermək lazımdır. Zəfərdən manat çıxır. Nəysə, son vaxtlar ən çox satılan qatıqdır. Gedirsən mağazaya, 2 günün pulu olmalıdır orada. Götürürsən, gedib xərcləyərsən, əl çəkdir. Həqiqi deyirsən? Allah. Ataların atası, Əhməd atam. Öpürəm səni. Getdim dükana bax. Nə qatıq var hamısını süpürə zamanı, sonra demə. Yaxşı? Dedim də. Sənə deyiləm. Çay nə oldu? Hə, Ali, bax buralar da əvvəl mənim babamın olub. Sonra nə oldu? Yavaş-yavaş satıb da. Sonra da hər uşağa biraz torpaq payı buraxdı. Nə gözəl izah eləyirsən sən. Hələ qabaqda bir dənə tarixi bulaq var. Gedək oranı da göstərəcəm sənə. Gedək. Cavab ver də. Balaca, işlər nətədir?
Qaqa, xoş gəlmisən. Keç otur. Böyümüsən ha. Ya atım hava tat. Necəsən? Nazını soruşursansa, Nazlı da getdi, biraz gəzib gələcək. Əgər Nazlı böyük qızdır, bilmir nə eləmək lazımdır. Başqa şey üçün gəlmişəm. Sən də elə Nazlı bilirsə, sənin də sözünə qulaq asmır, söhbəti indi fırladırsan. Səsifi kəsə, buna danışıqdı mənə danışsan. Böyümüsən sən. Ağıllı ol ya. Ha, cəmaət məni ailə başçısı kimi görür. Ya, mən bir evin dirəyiyəm. Başa düşürsən, Nəcib elə-belə adam deyil. Zarafat edirəm də qaqa. Eləmə. Axır 2 gündə qatıqdan nə xeyir olub, deyir. Qatıqdan qazancımız 2 günə 28 manat 40 qəpik. Niyə belə az? Bunu satmışıq da, havalar soyuyub da biraz. Gözümün içinə bax. Dəqiq. Vallahi 2 günə 28 manat 40 qəpik qazanmışıq. Düşürüm mən. 40 qəpik də verir. Belə yaxşı olansan, üstün düzəl 29 manat. Olmaz. Atam deyib ki, qatıqdan nə qazanmısansa onu ver qardaşım. Atam deyir, hə. Nə uzatsan ver də pulu. Yaxşı. Baxma. Bu 40 qəpik bəlkə o məndə qalsın. Hə. 25 3. Bu da kassa bu. Buyur. Hə. Sağ dostlarımla görüşəcəm, qaqa. Hə, salam deyəsən. Alo. Muştuluğumu ver, pulun bir hissəsini düzəltmişəm. Yaxşı. Şəşlənmə. Götürdü pulu getdi. Bir qəpik də vermədi mənə. Ay Güllü, hardasan sən? Sən bu qədər ehtiyacın var. Zəng eləyirəm, cavab vermirsən. Hardasan axı? Güllü, ağlıma qəribə şeylər gəlir. Deyirəm, bəlkə Xəzər mənim qardaşlarımdan acıq çıxmaq üçün məndən danışırdı. Ola bilər elə bir şey. Bilmirəm, Güllü, fikrim çox qarışıqdır. Sən də yoxsan, cavab ver də bu telefona. Nazlı, qəşəng çay dəmləmişik, durmuram. Sən niyə ağlayırsan? Nazlı, Can, sənə qurban olurum. Ürəyin dolubsa ağla boşalt. Nə olub sənə? Niyə ağlayırsan? Yenə o kobudlar sənə xətrimə deyib, hə? Mənə bax, əslində onlar səni çox istəyir deyə hərdən elə kobudluq eləyir, amma incimi onlar səni çox istədiyindəndir. O gün mən də sənin xətrinə dəydim, üzr istəyirəm, üzrü bil. Can, sənə qurban oluram. Nə olub sənə, ay Nazlı? Ağlama. Niyə bilirsən? Anamı istəyirəm. Mən də anamı istəyirəm. Nə bilə neçə vaxt deyirəm, aparmır. Mən də anamı istəyirəm. Çoxdandır rayona getmirəm. İnan ancaq telefonla danışıram. Xəzər, nə lazımdır? Heç, elə evə gedirdim. Elə bildim heç kim yoxdur, dedim görüm. Mən buranı boş qoymuram axı. Hər şeyimiz var, nə lazımdır, dinə. Diyan, bu məhsullardan sən də satırsan da. Bizdən niyə alırsan ki?
Düzdür, mən də satıram. Yəni məndə qutarıb da yəqin ona görə gəldim baxmağa. Əzgil tutması var sizdə? Yox, Nəcəb Nazlı tutmuyor. vaxt olmayıb da demək ki. Onda yəqin Nazlı məhsulları qutarıb evə gedib mənə hazırlamağa. Birincisi sənə nə var, ikincisi də ki, Nazlı bütün gün buradaydım. İndi getdi evə dincəlməyə. Yaxşı, onda mən də gedim. Yorulmayasan. Sağ ol. Bu da hər gün gəlir mənim bacımı soruşur. Hə qaqa. Hə, dükandayam, oturmuşam. Xəzər gəldi indi. Nətərsən gülüm sən? Yaxşı. Bax. 2 günlük qatığın puludur. Hə, Nəcib, biz bu pulla mahnı da yazarıq, söz də yazarıq, proyekt eləyərik. Doğrudan deyirsən? Bəs nə? Elə uzun eləyənlər var ya. Nə danışdın? Nəcib, məzələrsən mənə? Niyə? Qatığın pulu ilə yazılan mahnı nə olacaq? Elə özü kimi bir şey çıxacaqdı ortalığa. Mən neyniyim? Atama dedim pul ver, bunu verdi də. Dedi 2 günlük qatığın pulu sənindir. Hə, hələ kişi hələ yaxşılıq eləyib veribsən. Mən sənin ata onun yerində olsaydım ümumiyyətlə pul verməzdim ki, bu yaşa gəlib çatmısan, arxanda 2 qəpik pulun yoxdur. Düz deyirsən. Güllü. Eləsən sən məni kişi eləyəsəni. Şirinlik eləmə, Nəcib. Şirinlik eləmə. Deyirəm biz qardaşların hamısının alnına eyni şey yazılır. Nə? Arvaddan qorxmaq. Nəysə. Şeyləyək, biz mahnı yazarıq özümüz. Toydan sonra da yığılan pulla şeylərik. O pulla söz yaz. Mahnı yazarıq. Yaxşı ona. Sözü özümüz yazırıq, mahnını da belə. Al, tut bunu. Gedib çay çəpəcək. Nəcib, tut bunu. Heç kimə demə də yaxşı mahnıya vermədik pulu. Demərəm. Mənim yeməyim hazırdır. Hə, sən zəng eləyən kimi elə qoydum üstünə qızsın. Sən niyə bu haldasan? Evimizin yanında tikinti materialları var. Ora fəhlə kimi düzəlmişəm işə. Tez mən də yeməyimi yeyim, qaçım gedim işə gecikirəm. Gözdə can balacan, gözdə gətirirəm. Sənə dedim, get o nağının yanına, baytarlığı yaxşı öyrən. Bir ikimizə yara da. Örgərəm də ata. Sən gelib soruşarım ha. Özən gəlib soruş. Axşamın xeyir. Nə olub? Yavaş ki, boğulasın. Nuş olsun deyərlər. Nuş olsun. İşə gecikirəm də ona görə. Bu qədər pul gəlir, gedir. Bir nələ stul almırıq. Sən yenə bu çıxıb buradan. Düzəldin də bunu, düzəldin də. Yenə hər dəfə mən gəlib düzəldim. Rahat ye də. Tələşlər, işə getməliyəm, çox soğumuş olsun. Getdi. Yemədi, düzəməli. Əhməd Fazə, bu uşağın dərdi dərd deyil. Bax, fəhlə işləyir, indi də axşam növbəsinə harasa yazılıbdır. Yorğunçuluqdan ölür bu uşaq. Şəkər düzdür ata. Bayaq mən keçəndə gördüm, ağır yükü götürüb, ora gedir, ora buraxparır. Yazdıq deyir, cavan vaxtında o rejaz adam elə gələcək. Adam ürəyi ağrıyor. Ne bəxt. Bu günə qədər yeyib yatmağın qoy nəticəsini görsün. Bəlkə qızın atası da öz uşaqlarını belə əziyyətlə böyüdüb. Səncə o Aras elədiyi düz idi? Nə bilim, siz bilən məsləhətdir. Mən kiməm ki, ağsaqqal olan sizsiz. Nə deyim valla? Nazlı nə olubdu? Bəyaları gördük, belə özümüzü pis eləyirdi. Necə çıxdı, getdi sonra belə. Yox, elə biraz bundan qabaq Talihə zəng elədi. Nəsə açot-şotda əksik var, artıq var, bilmirəm. Onu çağırdı, getdi. Sizə də yemək gətirim. Qızdırmışam, qəşəng. Mənə çay getir. Çay, Yaxşı. Yemirsiniz də dəqiq. Yox. Nə olur, yığışdırım, çay gətirir. Stulları dəyişək də bir gün. Nə olur? Bu qədər qazanırıq, eləyirik. Pul var. Nöş yoxdur, pul səndə. Pulum yoxdur səndə. Divan zat dəyişirik, hər şey bura bax. Bir dənə stulun ayıbdır, gəlib gedən olur axı. Allah bir gün yıxılacam ata, bax görərsən. Çox şey istəmirəm ki. Yox, mən alaram.
Nazlı üzrəsə belə narahat edirəm səni. Dükanda görmədim bugün səni, ona görə narahat qaldım. Necəsən, yaxşısan? Sənə bir şey demək Xəzər. istəyirdim. İndi küsüb gedəcəm ha. Nə oldu, neynədim yenə? Səhərdən gözünü çəkmirsən telefondan. Mən evdə səni gözləyirəm, elə bil. Bunu kənara qoy, yoxsa küsəcəm ha səndən. Gir evə. Gel. Mamamdan betər olmusan, sən. Geç. Talih, sən o bir tərəfi düz hesablamamısan, ona görə belə çıxır. Qorxdum Nədən qorxdun? Elə bildim əksi çıxacaq, mənim üstümə qalacaq. Dəlidir, biz ailəyik, Talih, səndən şübhələnəcəm. Hər şey düzdür də. Hər şey düzdür, ha. Deyən görün, burada. Yox, bu da düzdür. Ay salam əleykum mənim balam. Qızım evdə qonağım var. Süfrəni hazırlamışdım. Baxdım ki, qatığım yoxdur. Bəlkə qatığın olar. Var, narahat olmayın Şahnaz xala. Nə bişirmisiniz qonağınıza? Qızım o mənim qonağım deyil. O mənim Xəzərimin üzünü güldürəndir. Xəzərimin yarıdır. İnşallah gələcəkdə də gəldim olacaq.